70 və 80-lərin Yeşilçam estetikasını 2020-ci illərdə eyni ilə təkrarlayıb məzmunsuz tipləmələrlə kino yaradaraq sərvət qazananlardan onsuz da heç bir intellektual gözləntim yoxdur. Karikatura obrazlar sonuncu rezonans doğuran reklamdan sonra hər kəsə aşikar olan mütləq cahilliyin nəticəsidir. Və məni dəhşətə gətirən odur ki, adam nə elədiyinin fərqində belə deyil. Cahilliyin ən rəzil, məncə ən təhlükəli tərəfi də məhz budur. Bir şey səndə yoxdursa, onun yoxluğu səni narahat eləmir. Cəhalətin ətrafa işgəncə verir. Belə tiplər hansı qırmızı xətləri tapdaladıqlarını, cəmiyyətin hansı dərin yaralarını deşdiklərini anlamaq iqtidarında deyillər. Bütün həyatı boyu burnuna görə belə parazitlər tərəfindən ağır təzyiqlər görmüş, biraz maddi resurs əldə eləyəndə özünü cəmiyyətin gözəllik standartlarına uyğunlaşdıran insanların bu reklamları izləyəndə keçirəcəkləri duyğu onlara maraqlı deyil. Onlar bu yetərsizlikdən bəslənirlər. Gender tədqiqatları, sosiologiya və media savadlılığından mütləq xəbərsizlik belə zərərli korluğa gətirib çıxarır. Dərin məzmunlu satira güclüyə, sistemi quranlara, insanları kompleksə salıb üzərindən milyardlar qazanan kosmetologiya sənayesinə qarşı yönəlməlidir. Ortada kəskin gender savadsızlığı olanda zərbə sistemə deyil, o sistemin ağır presi altında əzilən həssas qruplara yönəlir. Bir insanın burnunu kəstirməsini səthi şəkildə intellektual dayazlıq kimi qələmə verirlər. Bu qərarların arxasında saysız hesabsız görünməz zorakılıqlar dayanır. İşə qəbul edilməmək qorxusu, ailədən tutmuş karyeraya qədər hər yerdə xarici görünüşə diktə eləyən ağır baskı rejimi və sistematik psixoloji terror. Reklamı çəkən ego bu təzyiqi oxuya bilmədiyi üçün ona yönələn haqlı tənqidləri də özgüvənsizlik kimi ucuz ritorikalarla pərdələməyə çalışır. Məsələni sadəcə bilgisizliyə də bağlamaq niyyətində deyiləm. Bugün Azərbaycanda faktiki olaraq mizoginiya və seksizm dövlət siyasəti səviyyəsinə qaldırılmış bir struktur problemidir. Bu çürük sistemin tör-töküntüləri ilə qidalanan tör-töküntülərin baş verənləri anlamaması sadəcə olaraq mümkün deyil. Onlar ən kiçik siyasi xətti keçəndə belə necə əziləcəklərini, alçaldılacaqlarını çox yaxşı bilirlər. Əsas problemlərə qarşı cüzi tənqid belə səsləndirə bilməməyin, kölə kimi yaşamağın yaratdığı bu nəhəng frustrasiya əlbəttə ki, havaya buxarlanıb getmir. O mütləq şəkildə özünə hədəf axtarır, həssas qrupların üzərinə qusulur. Məlum rəzilliyi tənqid eləyən blogerin açıq-aşkar təcavüzlə təhdid olunması bunun qorxunc sübutudur. Bu ideoloji trollar əbəs yerə Əliyevi görəndə az qala ayaqlarını yalayıb onunla şəkil çəkdirmirlər. Onlar bu sistemin sayəsində zəngin həyatı yaşayırlar və onun ideoloji narrativlərini təkrarlamağa məcburdular.